Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Bakı sakini ürək çatışmazlığından avtomobildə dünyasını dəyişib. Xəbər verilir ki, hadisə dünən saat 20:30-da Suraxanı rayonunun Bülbülə qəsəbəsindəki atəşgah dairəsində baş verib. Qəsəbə sakini 1958-ci il təvəllüdlü kişi cinsli şəxs avtomobildə qəfil ürək çatışmazlığından halı pisləşib. O, yaxınları tərəfindən Sabunçdakı 3 saylı şəhər klinik xəstəxanasına çatdırılsa da, onun artıq öldüyü məlum olub. Hadisə ilə bağlı Suraxanı rayon polisi arasında araşdırma aparılır. Allah rəhmət eləsin, yaxınların əzizlərinə səbir diləyirik. Sabirabadda minik avtomobili kanala aşıb. Xəbər verilir ki, hadisə rayonunun Əsədli kənd ərazisində qeydə alınıb. Belə ki, kənd sakini 1987-ci il təvəllüdlü şəxs idarə etdiyi avtomobili hərəkətdə olarkən qəfil idarəetməni itirib və maşın kanala düşüb. Qəza nəticəsində sürücü ölüb. Faktla bağlı araşdırma aparılır. Allah rəhmət etsin, əzizlərinə, yaxınlarına səbir diləyirik.